İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İğdır vilayətinin valisi Erzan Turanın rəhbərlik etdiyi Türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Pancomi TV-yə bildirilib ki, görüşdə qarşılıqlı hörmət, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçıları tərəfindən imzalanmış Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi yüksək səviyyəli tərəfdaşlığımızı təşviq edir. Türkiyə ilə iqtisadi ticarət əlaqələri genişlənir. Türkiyə ölkəmizin ikinci əsas ticarət tərəfdaşıdır. Hökumətlər arasında imzalanmış preferensial ticarət sazişi ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. İnvestisiya üzrə işbirliyi də möhkəmlənir. İşğaldan azad olunmuş ərazilərimizdə birgə layihələr reallaşdırılır. Qardaş ölkə ilə sənaye, texnologiya, özəl sektor, nəqliyyat, kənd təsərrüfatı, əczaçılıq, tibbi avadanlıqların təchiz olunması, turizm və digər istiqamətlər üzrə səmərəli işbirliyi həyata keçirilir. Görüş zamanı ölkəmizdəki əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar, azad olunmuş ərazilərimizdə biznes fürsətləri haqqında məlumat verilib, Türkiyə sahibkarları, o cümlədən İğdırlı iş adamları fəal işbirliyinə dəvət olunublar. Tərəflər biznes nümayəndələri arasında əməkdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndiriblər.